Herkese salam, növbəti faydalı videoma xoş gəlmisiniz. Bu videomda sizə pensiya təyinatı haqqında arayışın onlayn şəkildə necə əldə olunmasını addım-addım izah edəcəyəm. Bildiyiniz kimi, müxtəlif rəsmi müraciətlər və prosedurlar zamanı bu arayışa ehtiyac yaranır və bir çox insan bu sənədi necə və haradan əldə edəcəyini tam olaraq bilmir. Müasir rəqəmsal xidmətlər sayəsində artıq bu kimi arayışlar dövlət qurumlarına getmədən, növbələrdə gözləmədən və vaxt itirmədən əldə etmək mümkündür. Lakin düzgün istiqamətləndirmə olmadıqda proses bəzi istifadəçilər üçün çətin görünə bilər. Bu videoda mən sizə bütün etapları sadə və aydın şəkildə göstərəcəyim ki, siz də pensiya təyinatı haqqında arayışı onlayn formada rahatlıqla əldə edə biləsiniz. Əgər siz də bu prosesi tez və düzgün şəkildə öyrənmək istəyirsinizsə, videonu diqqətlə izləyin. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Burada axtarış yerinə MyGov ID yazırıq. MyGov ID. İlk çıxan yazıya toxunuruq. Sol tərəfdə yuxarıda MyGov ID yazılan hissəyə toxunuruq. Sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Burada birinci növbədə şəxsi komitə daxil olmaq lazımdır. Mən MyGov proqramından daxil olacağım. Əgər sizdə bu proqram yoxdursa, digər üsullar seçirsiniz. Sima imza ilə, asan imza ilə və identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsi məlumatlarından sistemə daxil ola bilərsiniz. Mən MyGov proqramını açıram. QR kodu skan edirəm. İcazə verirəm və anında mənim səhifəmə daxil oldu. Burada baxırsınız, birinci MyGov yazısına toxunuruq. Daxil olun yazısına toxunuruq. Budur, bizi my.gov.az deməli bölməsinə yönləndirdi. Burada sol tərəfdə yuxarıda ana səhifə yazısı və sağında xidmətlər yazısı. Xidmətlər yazısının üzərinə gələndə qurumlar yazılan hissəyə toxunuruq. Deməli biz pensiya təyinatı haqqında arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əldə ediləcəyik. Onun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılan hissəyə toxunuruq. Burada aşağı düşürük. Baxırsınız, pensiya təyinatı haqqında arayış yazılan hissəyə toxunuruq. Müraciət et yazısına toxunuruq. Burada indi diqqətli olun. Burada deməli pensiya təyinatı haqqında arayışı onlayn şəkildə alacağıq və əsas bu hissədir. Bu hissəyə diqqətlə baxın. Arayışın təyinatı, yəni arayışı hansı məqsəd üçün alırsınızsa onu qeyd eləməlisiniz. Viza almaq üçün, kredit almaq üçün, ipoteka krediti almaq üçün və yaxud da digər. Mən digər bölməsini seçirəm. Sənədin etibarlılıq müddəti, yəni deməli arayış aldığınız onlayn arayışın etibarlılıq müddətini özünüz təyin edirsiniz. Yəni sənəd neçə gün qüvvədə qalsın. Məsəl üçün bu günlərə ayın 6-sı mən bir gün qüvvədə qalsın elə qeyd edirəm. 07 05 2026. Aşağı hissədə arayışın təqdim olunacağı yer. Əgər ünvanlı seçsəniz, ünvanlı yazısını seçsəniz, konkret hansı qurum sizdən arayış tələb edirsə, həmin qurumun adını bax bu hissəyə yazmalısınız. Əks halda ümumi seçə bilərsiniz. Aşağıda deməli əlaqə məlumatları qeyd olunur. Məndə avtomatik olaraq mənim telefon nömrəm qeyd olunub bu hissəyə. Əgər sizə deməli qeyd olunmursa, özünüz telefon nömrənizi bu hissəyə yaza bilərsiniz. Deməli, onun aşağısında elektron poçt ünvanı, yəni e-mail adresinizi mütləq qeyd olunmalıdır buraya. Və aşağı hissədə deməli pensiya arayış alanda arayışda deyib pensiya məbləği əks olunmasın.
Yəni əgər əks olunmağını istəmirsinizsə, bu hissəni klik edirsiniz. Əgər istəyirsiniz ki, pensiya məbləği əks olunsun, onda bu hissənə dəymirsiniz və aşağısında təsdiqlə düyməsinə toxunursunuz və anında arayış uğurla yaradıldı və yükləndi. Deməli, arayış əgər kompüterlə daxil olub alırsınızsa, kompüterinizə yüklənir. Telefonla daxil olub alırsınızsa, telefona yüklənir. PDF formatda. Baxırsınız, yuxarıda arayış yükləndi bu hissəyə. Deməli, həmin bu PDF formatda arayışı da hər hansı bir kserokopiya yerinə yaxınlaşırsınız və orada deməli, onların kompüterinə göndərirsiniz. Onlar sənəd formasında, yəni həmin arayışı A4 sənədi formasında çıxardıb verirlər sizə. Deməli, pensiya təyinatı haqqında arayış olan videom bu qədər. Ümid edirəm ki, bu video sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.